texniki dil olaraq Azərbaycan dili zəngin dil deyil. Yəni ona deyən ədəbiyyatşünas varsa, bir dənə getsin, mən neft sektorunda 8 il işləmişəm. Bir dənə getsin neft sektoruna, Sokar Polimerin sənədləri mən həndl eləmişəm. Açsın içərini, görsün nə qədər söz tərcümə oluna biləndir. Hamısı ingiliscə terminologiya. Keçəcəksən IT-yə, backend-dən front-end, nə bilim, hər şey, pointer, array hamısı ingiliscədir qardaş. Bu sözün Azərbaycanca açıqlaması yoxdur. Daha rusca açıqlaması yoxdur. Biz niyə deyirik ki, Azərbaycan dili zəngindir? Sübut elə mənə. Okey, bu sözlərin açıqlamasını mən bunu texniki dildə tərcümə edeyim. Ədəbi dil ola bilər, şair ədəbiyyat gedir oradan danışır orada. Ədəbi dil zəngindir, hə. Amma texniki dil kasaddır. Texniki dil yox dərəcəsindədir. Bu reallıqdır. Bunu hamı vaxtı başa düşməlidir. Əslən Azərbaycanlıların Azərbaycan dili ilə bağlı problemlərini başa düşürəm. Mən dilçi deyiləm, amma dilimizlə bağlı bildiklərimə uyğun cavab verməyə çalışacağam. Okey, üzr istəyirəm. Daje, görək nələr çıxır ortaya. Birincisi, gözəl insanlar. Azərbaycan dilimizin söz ehtiyatında 100 mindən çox söz var. Bir anlayışı ifadə etmək üçün çox saylı sinonimlər, metaforalar da var. Sonra hamının bildiyi dialekt və şivələr. Yaşadığımız əraziyə uyğun insanların ünsiyyət formaları dəyişə bilir. Ən əsaslarından biri Azərbaycan dili aglutinativ dildir. Yəni sözün sonuna şəkilçilər əlavə edilib yeni sözlər formalaşdırıla bilir. Əslində bu orta məktəbdə hamıya öyrədilir. Hamısını qoyuram bir kənara. Normalda insan nəsə yaradırsa, yaratdığı şeyə beynində olan adı qoyur. Yəni sən nəsə kəşf eləsən, yaratsan, Azərbaycan dilində qoyacaqsan. Bu qlobala çıxsa, bunun artıq terminoloji tərəfi Azərbaycan dilində olmağa başlayacaq. Burada günah dil deyil. O dili istifadə edən insanların nə qədər bunu istifadə etdiyini, nə yaratdığı və dili necə inkişaf etdirdiyidir. Həm də terminologiyada belə bir şey var. Bütün terminlərin tərcümə olunması əsaslı deyil ki, yəni sən router'a marşrutlayıcı demək əvəzinə router'da deyə bilərsən. Yəni burada da heç bir problem yoxdur. Mənə görə buradakı məsələ düşünməkdir. Çünki effektiv düşüncənin təməlində həm də öz dilində düşünə bilmək dayanır.